Hansı canlının ifrazat prosesi böreklərlə həyata keçirilir? Böreklərlə həyata keçirilən ifraz sistemi xordallara aiddir. Ona görə doğru cavabımız burada Y variantı olacaqdır. Buğda bitkisinin sümbülündə 7 meyvə əmələ gəlmişdir. Bu meyvələrin əmələ gəlməsində iştirak edən spermlərin sayı neçə ədəd olmuşdur? Bilirik ki, buğda bitkisi ört toxumlu bitkidir və burada 2 qat mayalanma gedir. Hər meyvənin əmələ gəlməsi, hər toxumun əmələ gəlməsi 2 sperm iştirak edir. 7 vurulsun 2 bərabərdir 14. Ona görə doğru cavabımız D variantı olur. Şəkildə verilən canlıları birləşdirən ifadə hansıdır? Görürük şəkildə yalnız aslan, tülkü, canavar və sonra şir bunlar verilib bizə və burada da olanlar hamısı yırtıcıdır təbii ki. Ona görə doğru cavabımız Y variantı olacaq. Hansı bitkinin meyvəsindən qida kimi istifadə etmirik? Günəbaxandan edirik, albaldan edirik, buğdadan edirik və badımcandan edirik. Amma kartofun isə sadəcə gövdəsindən qida kimi istifadə edirik. Ona görə cavabımız A variantı olur. Udduğu su ilə birlikdə kütləsi 40 kiloqram olan yaşıl quş mamırı bitkilərinin suyun kütlə payı neçə faiz olar? Ümumiyyətcə bir şey bilək ki, yaşıl quş mamırı öz səksindən 4 dəfə artıq su udur. Özü də bərabər, deməli 5 hissə edir. Bunu da bildiyimiz zaman, deməli 40 kiloqram əgər, təbii ki, ümumi olaraq neçə hissədir? 40 kiloqram bizə 5 hissədir. Amma bizdən sonra 4 hissəni soruşur. 4 hissə nə qədərdir? Çünki o 4də 1-i qədər özüdür və 4 dəfə də artıq su udur. Bu 5 hissədir. 4 hissəsi nə qədər olar? Bu da x-ə bərabər olar. X də buradan bərabərdir. 160-ı böləcəksiniz deməli. Buradan 5'ə, 160'ı da biz 5'ə böldüyümüz zaman görək nə qədər eləyər. Çünki mən burada bunu 160'ı 5'ə bölməklə onun öz çəkisini tapacağım. Daha sonra udduğu suyun kütləsini tapacağım. Biz də udduğu suyun kütləsini tapmaq üçün deyirik, əgər 40 ümumi olaraq 100%dirsə, suyun kütləsi isə nə qədərdir? Bu da bərabər eləyir 32'yə. O zaman 40 100%dirsə, 32 də x faizdir. X də buradan bərabərdir 80% eləyir. Doğru cavabımız B variantı olacaq. Canlı orqanizmlərin daxili quruluşunu öyrənir. Daxili quruluşunu öyrənən elm sahəsi təbii ki, anatomiya elmidir. Ona görə doğru cavab kimi biz buradan C variantını götürək. Şəkildə callağın növlərinin soldan sağa müvafiq olaraq adları hansı bənddə doğru göstərilib? Burada yarıma calağıdır, bu da göz calağıdır. Ona görə doğru cavab D variantı olacaq. Hər biri 20 hüceyrədən təşkil olunmuş 3 ululat ksiosunda cəmi neçə nüvə olar? Deməli, hər birində bir dənə əskikdir. 19 dənə hər birində nüvə olur. Vuranda 3'ə, bu da bərabərdir 57 edər. Cavab C variantı olur. Sual işarəsinin yerinə hansı meyvə tipi yazılmalıdır? Sual işarəsinin yerinə burada turp və zərikələm bunlar da hər biri buynuz meyvədir. Cavab B variantı olacaq. Ört toxumlu bitkilərdə floema boruları hansı toxuma qrupuna aiddir? Əgər boruları deyilsə, təbii ki, borular ötürücü toxuma aid olur. Cavab B variantı olur. Şəkildəki bitki haqqında hansı fikir yanlışdır? Sporlu bitkidir, bu düzdür. Həmişə yaşıldır, düzdür. Mayalanması sudan asılıdır, bəli, spermatozoiddir, düzdür. Sporları köynə yayılır, düzdür, amma qankəsli kimi bundan istifadə olunur. Günəbaxan bitkisinin çiçək düsturunda kəsə yarpaqlarının sayı alma bitkisində 5 dənə kəsə yarpağı var. Günəbaxan çiçək düsturu K0, L5, Y5 və D1'dir. Əgər 0, 5 olsaydı, o zaman bu badımcan çiçəklərin çiçək düsturu olardı. Ona görə cavab C variantı olacaq. Bitişik ləçəklərinin sayı 24 olan noxud bitkisində cəmi neçə avar olar? Deməli, bitişik ləçəklərin sayı 2 olanda cəmi 2 dənə də avar olur. Əgər bitişik ləçəklərin sayı 24 olsa, o deməkdir ki, 24 dənə də avar olacaq. Cavab B variantı olur. Hansı bitkilərin bığcıqları gövdə mənşəlidir? Boranın bığcığı gövdə mənşəlidir, yemişin bığcığı gövdə mənşəlidir, lərgədə yarpaqdır, üzümdə gövdə mənşəlidir, noxudda yarpaqdır, daş çalmaşında kök mənşəli ola bilər. 1, 2 və 4 cavabı. Cavab B variantı olur. Cədvələ isə noxud doğru bəndi müəyyən edin. Lobya bitkisinin bir çiçəyindəki kəsə yarpaqlarının sayı 5 dənə, sərbəst ləçəklərin sayı 3 dənə, bitişik ləçəklərin sayı 2 dənə, sərbəst erkəklərin sayı 1 dənə, bitişik erkəklərin sayı 9 dənə, dişicinin sayı isə 1 dənə. Burada da bərabər baxın, doğru cavabımız B variantı olur. Albalı bitkisinin çiçək düsturudur. Albalı bitkisi K5, L5, Y sonsuz D1 olur. Cavab B variantı olacaq.
Bir fərdin üzərində dişicik olmaya bilər. Belə olduğu halda biz iki evli bitkilərə baxacağıq. Burada verilənlər içərisində söyüd iki evli bitkidir. Erkək qıcının inkişafı zamanı bilavasitə cinsi nəslə başlanğıc verir. Cinsi nəsil protaldır. Protal da öz başlanğıcını spordan götürür. Ona görə cavabımız C variantı olacaq. A bitkisi həm B, həm də C bitkilərinin yetkin fərdindən fərqlənir. Yetkin fərdi qeyri-cinsi nəsil olması ilə xeyr, C'də də qeyri-cinsi nəsil var. Bu fərq deyil. Vegetativ orqana malik olmaması ilə bəli, bu fərqlidir. Xlofilə malik xeyr, xlofili vardır. Rizoidlərin olması ilə bəli, bunu da götürə bilərik. İnkişafının nəsil növbələşməsi hamısı nəsil növbələşməsi gedir. Əlavə və yan köklərin olmasına görə xeyr, yoxudur kökləri. Cavab D variantı olur. Bir hüceyrəli yosundur, cinsi və qeyri-cinsi yolla çoxalır. Təbii ki, burada xlamidamın da yosununu götürəcəyik. Cədvələ əsasən X bitkisinin verilən bitkilərlə hansı sistematik vahiddə birləşdiyi tünd rəngdə verilmişdir. Verilən məlumatlar əsasən X-in verilən bitkilərdən hansı ola bilər? Aləmdə adi şamla bitkilər aləmidir. Albalda sinifdə birləş iki ləpəlidir. Fəslisi zəncir otu ilə. Demə mən mürəkkəb çiçəklər fəsləsinin nümayəndəsini götürməliyəm. Burada doğru cavabımız kəpənək çiçək bitkisi olacaq. Cavad binoklla quşların yuva qurmasını izləyir. Təbii ki, burada müşahidədir. Əgər izləyirsə, eşidirsə, bu müşahidədir. Ona görə doğru cavabımız D variantı olacaq. Sxemə əsasən X-in qiymətini tapın. Tozluqlardakı hava qabarcıqlarının sayı 6000. Bir tozluqda 2 hava qabarcığı olur. 6000-i bölük 2-yə. O da bərabərdir. Neçə elədir? 3000. Deməli, burada tozluq var. Hər tozluq kisəsində 100 dənə olursa 3000-i bölük 100-ə, o da bərabərdir 30 elədi. 30 da olduqdan sonra 30-da hər pulcuqda zaten 2 dənəsi yerləşir. 30-da bölük 2-yə, bu da bərabərdir 15. İbtidai bitkiləri seçin. Burada porfira ibtidai bitkidir, laminaria ibtidai bitkidir və ulva ibtidai bitkidir. 1, 4, 5 cavabı olur. Parazit həyat tərzi keçirir. Bitlər parazit həyat tərzi keçirdir. Exinokok parazit həyat tərzi keçirir. Birə parazit həyat tərzi keçirdir. Ona görə cavab 2, 3, 5 cavabı olur. Şəkildə verilən tozlanma üsuluna uyğun bitkiləri seçin. Çarpaz tozlanmadır. Çovdar çarpaz tozlanır. Günə baxan çarpaz tozlanır. Digərlərsə özünə tozlanır. Cavab 3 və 4 olur. Çoxalma üsulu tumurcuqlanma ilə. Burada tumurcuqlanma ilə çoxalanlar şirin su hidrası və maya göbələyidir. Sporla çoxalan mukor göbələyidir. İkiyə bölünmə yolu ilə çoxalanlar isə infizor tərlik və adi əmöbdür. Cavab 1C, 2B, 3AD olacaq. Dərsdə müəllim şagirdləri 3 qrupa bölərək iki ləpəllər sinifinə aid olan fəslər haqqında məlumat verməyi tapşırdı. Birinci qrup bu fəslərin nümayəndələri azot toplayıcı bakteriyalarla simbiyoz həyat tərzi keçirir. İkinci qrup bu fəslərin nümayəndələri azot toplayıcı çox toxumlu şirəli və quru meyvə tipi olur. Nümayəndələrin çiçək qrupu süpürgə ola bilər. Üçüncü qrup fəslərin əksər nümayəndəsi çiçəkləri sərbəst çiçək qrupunda olur. Deməli, birinci qrup azot toplayıcı olan bu paxlallar fəsləsidir. İkinci qrup çox toxumlu şirəli bu badımcan çiçəklərdir. 2 ləpəli dediyinə görə. Üçüncü qrup çiçək səbət çiçək qrupu toplanır. Bu da mürəkkəb çiçəklərə aiddir. Birinci qrupun məlumat verdiyi fəsliyə 3 nümunə çəkin. Paxlallar fəsləsinə siz bura noxudu misal göstərə bilərsiniz, soyanı misal göstərə bilərsiniz, ondan sonra mərcini misal göstərə bilərsiniz, sonra lobyanı misal göstərə bilərsiniz, yer fındığını misal göstərə bilərsiniz. İkinci və üçüncü qrupun məlumat verdiyi fəslənin çiçək düsturunu müvafiq olaraq qeyd edin. İkinci qrup badımcan çiçəklərdir. K5, L5, Y5 və D1. Üçüncü qrup isə mürəkkəb çiçəklərdir. K0, L5, Y5 və D1 çiçək düsturuna uyğun olur.